120 manatda telefonlar var, hansı ki 60 manat düşür. Ümumiyyətlə endirimlər çoxdur. Baku Electronics'in səyyar outlet mağazasıdır bura. Baku Electronics'in outlet məhsulları da hansı ki burada notebooklar var, planşetlər var, telefonlar, nə bilim tostoranlar, blenderlər, mikserlər, kondisionerlər, nauşniklər, adapter başlıqları, adapterlər, bir sürü hər şey var və hamısı da outlet məhsullardır. Eşitdim ki, bu cür kampaniya və dilim gəlsin sizin üçün çəkim paylaşım. Əhmədlidə radyo zavodda Bravo'nun həyətindədir. Bravo'nun həyətində bax bu cür palatkanın içərisində səyyar outletdir. Qiymətlər mən deyirəm çox münasibdir, yəni endirimdədir. Çünki outlet məhsullardır, yenə deyirəm. Çünki bütün ələm kommentarda oxuyan bəziləri yazır outlet heç bilmir nə deməkdir. Yəni videoda 10 dəfə outlet sözünü deyirik, yenə bəziləri bilmir ki, outlet nə deməkdir. Baxın 270 manatda olan bu dəstin qiyməti düşüb 70 manata. 200 manat endirim var gördüyünüz kimi. Bayaq da 240 manat olan bu dəstin qiyməti düşüb 70 manata. Qazanlardır, tavalardır, bir sözdə hər şey var və bir daha xatırladım, radyo zavodda Bravo'nun həyətində. Baku Elektronika məxsus səyyar outlet günləri keçirilir. Bir sözlə məişət əşyaları, hətta velosiped və notebooklara qədər burada hər şey var və hamısı da outlet məhsullardır, hamısı endirimli qiymətlərlə satılır.